Riyazi məntiqdə qəliz görünən bu məsələnin əslində asan yolu var. Uşaqlar, məsələdə nə deyilir? Deyir, uzunluğu 350 sm, eni isə 300 sm olan bir otağa metlaq döşənməlidir. Ən az neçə metlaq istifadə olunacaq? Bunun üçün uşaqlar 300-dən 350-nin nəyin tapmaq lazımdır? Əbobunu. Bir dənə də yeri gəlmişkən əbobla əkobun tapılmanın ən qısa yolunu öyrədim uşaqlara. Uşaqlar, burada 350 və 300 yazırıq. Bunları ixtisar aparırıq. Baxırıq, ixtisar nəyə gedir? 50-yə. 50-yə gedəndə 300-ü 50-yə böləndə düşür 6, 350-ni 50-yə böləndə düşür 7. Deməli, uşaqlar, əbob bizdə, diqqətli olaq, 300-ü 6-ya böləndə neçə düşür? 50 düşür. Deməli, əbob 50-dir. Fərqi yoxdur, 350-ni də 7-yə bölə bilər, yenə 50-dir. Əkobu tapanda isə, uşaqlar, əkobu tapanda isə 300-ü vururuq 7-yə, edir 2100. Fərqi yoxdur, 350-ni də 6-ya vuranda yenə 2100 olur. Yəni, çarpazbarı hasildə əkobu tapırıq. Bizə lazım olan nə idi? Bizim əbobumuz. Əbob 50-dir. Deməli, 350-ni bölürük 50-yə. Düşür cavab 7. Burada isə 300-ü bölürük 50-yə, cavab düşür 6. Deməli, uzunu 7, eni 6. Neçə kvadrat metlaq lazım olacaq? 6-nı 7-yə vururuq, edir 42. Bu da bizim məsələnin asan həlli.